Salam əziz izləyicilər. Bu gün mən sizə Səməd Behrənginin Balaca Qara Balıq hekayəsinin qısa məzmunu, hadisələrin süjet ardıcıllığını təqdim edəcəyəm. Balaca Qara Balıq, Səməd Behrəngi. Hekayəmizin giriş hissəsi bir qış axşamında yaşlı balığın minlərlə nəvəsinə nağıl danışması ilə başlayır. Nağılın qəhrəmanı olan balaca qara balıq anası ilə bir arxda yaşayırdı. O hər gün eyni divarlar arxasında üzməkdən bezir və görəsən bu arx harda bitir sualına cavab tapmaq istəyirdi. Balaca qara balıq düşüncələrini anasına və digər balıqlara açanda sərt reaksiya ilə qarşılaşır. Onlar dünyanı sadəcə bu arxdan ibarət hesab edir və uzağa getməyin təhlükəli olduğunu deyirdilər. Lakin balaca qara balıq azadlıq və bilik naminə hər şeyi göz önünə alaraq yola çıxır. Yol boyu o müxtəlif canlılarla rastlaşır. İlbizdən öyrəndiyi dərslər onun dünya görüşünü genişləndirir. Daha sonra qurbağalar və onların cahilliyi ilə qarşılaşır. O hər addımda daha çox öyrənir və dənizə çatmaq arzusuna sadiq qalır. Səyahət zamanı onun başına bir sıra təhlükəli məqamlar, hadisələr gəlir. Gəlin baxaq. Deyir ki, səyahət təhlükəsiz keçmir. O, hiyləgər pelikanın toruna düşür. Dərsliyimizdə buna sakka quşu deyirlər. Burada pelikan kimi verilibdir. Lakin ağlı və cəsarəti sayəsində digər kiçik balıqları da xilas etmək, oradan çıxarmağı bacarır. Bu hissə onun fədakarlığını və liderlik keyfiyyətini göstərir. Əsərimizin ən ziddiyyətli məqamı, kulminasiya nöqtəsi odur ki, nəhayət balaca qara balıq böyük dənizə çatır. Bura onun xəyal etdiyi sonsuz azadlıq dünyasıdır. Lakin dənizdə təhlükələr bitmir. Ən böyük düşmən olan balıqçıl quşu ilə qarşılaşmaq qaçınılmaz olur. Balıqçıl quşu dərsliyimizdə bizə balıqudan kimi təqdim olunmuşdu. Qara balıq balıqçıl quşunun qarnına düşən digər balığı xilas etmək üçün özünü fəda edir. Onun geri dönüb dönmədiyi bilinmir. Lakin onun ideyaları və cəsarəti yaşamağa davam edir. Sonluqda isə yaşlı balıq öz nağılını bitirir. Bütün balıqlar yatmağa gedirlər. Lakin bir balaca qırmızı balıq səhərə qədər dənizi və azadlığı düşünərək yata bilmir. Bu, fikrin və inqilabi düşüncənin ötürüldüyünü simvolizə edir. İndi isə gəlin hekayəmizi möhkəmləndirmək üçün bəzi test tapşırıqlarına nəzər yetirək. Birinci sualda deyir ki, balaca qara balığın əsas məqsədi nə idi? Digər balıqlarla yarışmaq, özünə yeni dost tapmaq, qurbağalardan qisas almaq, yoxsa arxdan kənarda nə olduğunu, çayın hara töküldüyünü görmək. Əlbəttə ki, doğru cavabımız B variantı olacaq. İkinci sualda deyir ki, balaca qara balığın anası və qonşuları onun bu istəyinə necə reaksiya verirlər? Onu dəstəkləyir və yol göstərirlər, onunla birlikdə getmək istəyirlər, onu ağılsızlıqda ittiham edir və qorxurlar. Bu barədə heç nə demirlər. Biz bilirik ki, anası və digər qonşular onu ağılsız adlandırırlar və getməyinə mane olmağa çalışırlar, qorxurlar. Yəni ki, doğru cavabımız C variantıdır. 3-də deyir ki, balıq yolda rast gəldiyi hansı canlını özündən razı və xeyirxahlıqdan uzaq biri kimi görür? Qurbağa, kərtənkələ, qutan, yoxsa ilbiz? Burada isə doğru cavab A variantıdır, qurbağa. Kərtənkələ balaca qara balığa qutandan xilas olmaq üçün nə bağışlayır? Qutan kitabımızda sakka quşu kimi qeyd olunur uşaqlar. Deməli, kərtənkələ sakka quşundan qorunmaq üçün ona parlaq bir mirvari deyil, kiçik və iti bir xəncər bağışlayır, bəli.
Görünməz xalat, bu da deyil cavabımız. Sehirli bir söz, bu da deyil cavabımız. B variantıdır. Əsərdə azadlıq və mübarizə yolunda qurban getməyə hazır olmaq fikri hansı hadisə ilə ifadə olunur? Deməli, balıq özü saqqa quşuna yem olması naminə digər balıqları xilas edir. Doğru cavabımız A variantıdır. Balığın dənizə çatması və orada qalması bu bizim əsas fikir deyil. Balığın qonşularının yanına qayıtması bu da deyil. Balığın qurbağa ilə dostlaşması bu da deyil. 6-da deyir ki, Balaca Qara Balıq əsəri hansı janrda yazılmışdır? Əsərimiz allegorik hekayə janrında yazılmışdır. Cavab B variantı olacaq burada. Əsərin sonunda Balaca Qara Balığın taleyi haqqında hansı fikir vurğulanır? Deməli, onun taleyi qeyri-müəyyən qalır, lakin ideyaları digər balıqların yaddaşında yaşayır. Doğru cavabımız C variantı olacaq. Digər variantlara da baxaq. Onun sağ-salamat qayıtdığı bildirilir. Xeyr, belə bir şey əsərimizdə yox idi. Onun dənizdə xoşbəxt yaşadığı deyilir. Bu da yox idi. Onun peşman olduğu qeyd olunur. Bu da əsərimizdə verilməmişdir. Diqqətiniz üçün təşəkkür edirəm. Hər kəsə uğurlar.